Salam dəyərli 10-cu siniflər. Deməli 19 aprel OTK-nın keçirdiyi sınağın izahına baxırıq. Düzdür, sınaq biraz izahımız gec oldu. Həftə içi vaxt eləmək olmur. 11-ci sinifləri paylaşmışdım. Kommentlərdə 10-cu sinif istəyənlər çox olmuşdu. O da indi yəqin ki, hər halda izah tapıb baxıblar və yaxud da ki, nəsə də yəni özləri həllərini tapıblar. Amma yenə də ümumiyyətlə bizim izahımızı gözləyənlər üçün ümid edirəm ki, çox da gecikməmişik. Baxaq. Deməli, mətn redaktorunda təhsil gələcəyin təməlidir sözləri yazılıb. Aşağıdakı əməliyyatlar ardıcıl icra edildikdən sonra mətndə cəmi neçə söz olar? Təhsil sözü seçilib, Ctrl+X klavişi sıxılıb. Yəni təhsil sözünü kəsib götürmüşük. Burada yoxdur artıq təhsil sözü, amma buferdə var. Təməlidir sözü seçilir və Ctrl+V klaviş kombinasiyası sıxılır. Yəni təməlidir sözümüzü seçib ondan sonra Ctrl+V-ni sıxmışıqsa, deməli gəlib bunun yerinə təhsil sözü yapışıbdır. Bu özü yoxdur artıq. Bu da getdi. Bütün mətn seçilir və Ctrl+C sıxılır. Yəni ki, kopyalanır. Bütün mətn bizdə hansıdır? Budur. Düzdür, bunu kopyaladıq, götürdük. Kursor mətnin sonuna yerləşdirilir, bir boşluq daxil edilir və Ctrl+V yapışır. Yapışdırırıq yəni. Yəni bu seçib kopyalamışdıqda düzdür bu gələcəyin təhsil sözünü. Bir dənə də təzədən arxasına bunu yapışdırmış oluruq. Əla, bu da getdi. 5. Mətndəki ilk söz seçilir və Ctrl+V sıxılır. Gələcəyin sözü seçilir, Ctrl+V sıxanda nə baş verəcək? Gələcəyin təhsili bir dənə də bura yapışmış olacaq. Yəni sonuncu dəfə biz onu kopyalamışdıq da. Əla, indi bizdən neçə dənə sözün sayını istəyirdi? Gələcəyin təhsil, gələcəyin bir dənə təhsil. Oldu neçə dənə? 5 dənə A variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Demək, burada nə iş görəcək? Baxın, i-nin qiymətləri nədir? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, bu da 9. Deyək ki, k bərabər olsun STR-yə. K bərabər oldu sətirdə 0-a. Ondan sonra deyək ki, n sətrində count ilə k-nın sayını, yəni 0-ın sayı 0-dan fərqlidirmi? Yəni içəridə o rəqəmdən artıq bir dənə olsa belə varsa, say var da, deməli bir dənə də olsa, 2 dənə də olsa, bu 0-dan fərqlidir artıq. O zaman k-nı vur onun sayına. Yəni buradan mən götürdüyüm bu rəqəmi n sətrində sayı neçədirsə o sayına vuracam. Aydındır? İndi baxaq. 0-ın içəridə sayı neçə dənədir? 1 dənə. Yazıram 0. 1-in içəridə sayı neçə dənədir? 1 dənə. Yazıram üstünə 1. 2-nin içəridə sayı neçə dənədir? 2 dənə. Üstünə 2 dənə 2 yazıram. Sonra nə var içəridə? 6 var. Sayı neçədən içəridə? 1 dənə. Ondan sonra 9 içəridə n sətrində sayı neçədənədir? 1 dənə. Bunu da üstünə yazıram 9. Belə. Yəni buradan çıxan nəticələr 0-dır, 1-dir, 2-dir, 2-dir, 6-dır və 9-dur. Və hər dəfəsində də M siyahısına əlavə edibdir bunları. Yəni 0-ı, 1-i, 2, 2-ni, 6-nı və 9-u əlavə edib. Sonra nə iş görür? Deyir ki, m bərabər olsun. Heç nə ilə birləşdirib, dırnağa açıb bağlayıb və join edib. Yəni ki, bunlar hamısı birləşir, olur bir dənə sətir. Baxın, bu şəkildə bir sətir olur. Sonra print nəyi çap edir? Int m. Int m elədiyinə görə bu sətirdədir. Bunu ədədə çevirib çap elədiyinə görə ilk əvvəldəki sıfırın bir mənası qalmır. Tam ədəd eləyir və olur neçə? 122, 69 B variantı. Müəyyən bir əlifba ilə kodlaşdırılmış, bilmirik, X əlifba ilə kodlaşdırılmış 20 simvoldan ibarət informasiyanın həcmi 140 bitdir. Bu əlifba ən çoxu neçə müxtəlif simvoldan ibarət ola bilər? Və sualında X bit vurulsun 20 bərabərdir 140 bit. X də bərabərdir 140 bölünsün 20. Bundan da bu ixtisar gedəcək. Qalacaq bizə 7 bit. İndi mənim bir dənə simvolumun həcmi 7 bitsə, 2 üstündə 7 də bərabərdir 128 dənə müxtəlif simvola. Cavabımız olur A variantı.
64. Cədvəl 1-ə sorğu tətbiq edildikdən sonra alınan nəticə cədvəl 2-də verilmişdir. Səs qaydasındadırmı? Qaydasındadır. Tətbiq edilən sorğunu müəyyən edin. Baxaq A variantı. Kateqoriya bərabərdir notebook. Kateqoriya notebook bərabərdirsə, o zaman buradan cədvəl 1-dən hansı aydılar çıxacaq? Deməli 2 çıxır, bir də 5 çıxır da notebook olanlar. Bunu or eləyirik nəyə? Deməli, kod A ilə başlasın, ulduz işarəsi, yəni arxasında nə olur olsun. Deməli, 1-dir, 3-dür, bir də 6-dır. And kəsişdirək qiyməti 600-dən böyükdür. Qiyməti 600-dən böyük. Bu 3 dənəsindən hansı uyğundur? Bax, bu 800 600-dən böyükdür. Bundan gəlirsə görürsünüz 500-dür. Bu bizə lazım deyil. Bundan gəlirik 1200-dür. Bunu da götürəcək. Yəni 600-dən böyük olan qiymətlə kəsişən bir dənə budur. A50, bir dənə də A10 budur. Yəni 1-dən 6. Buradan da bizə nə çıxdı? 1, 6. İşte bunu da or eləyəndə 1, 2, 5 və 6. Çıxıbdımı? Çıxıb. Cavabımız nə olacaq? A variantı. Digərlərinə heç baxmaq istəmirəm. Vaxtımız getməsin. Python dilində yazılmış proqram nəyi hesablayır? Baxaq. Deməli, nə edir? Tutaq ki, biz buradan aşağıda görürəm ki, variantlarda ədədlərlə bağlı işdir. Deməli, tutaq ki, 123, 1234 daxil eləmişəm. 0-dan len n-ə qədər. Len n, yəni bunu sayıram, 4-ü yerləşdirirəm bura. I-nin qiymətləri nə olacaq? 1, 2 və 3. İndi nə deyir? N-də i-ninci, yəni məsəl üçün də n-də 0-cı. N-də 0-cı hansıdır? 1-dir. Baxın, bu şəkildə indeksdədir. 0-cı nədir? 1. Deyir ki 1, indi oradan da götürəndə sətir tipində daxil, ədədə çevirir. Ondan sonra 2-yə böləndə qalıq 0-dan fərqlidirmi? Yəni bu təkliyini yoxlayır. Təkdirsə, o zaman neynə? M siyahısına həmin o ədədi əlavə elə. Ən axırda da cəmləyəcək. Aydındır. Deməli, nə iş gördü? Ədədin tək rəqəmlərini yığdı M siyahısına, ən axırda da cəmlədi. O da variantlardan ədəddəki tək rəqəmlərin cəmi C variantına uyğun gəlir. MS Access proqramda verilənlərin tiplərini müəyyən edin. Deməli, birinci pul vahidimiz avtonomya var, məntiq var, qoşma da var. A variantı. Belə bir şey yoxdur, 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 yoxdur. Burada da bu yoxdur. Uyğunluğu müəyyən edin. Proqram təminatı. Kiminin yaralı yeri, kiminin ən xoşuna gələn yeri. Nəzəriyyədə başlanır. Vektor qrafik redaktoru. Vektor əvvəlcə seçək. Biri hansıdır? Adobe Flash. 1-ə getdi B. 2 Vbis. MySQL A. Bir də Yukon Y. 3 nəşriyyat. Deməli Adobe InDesign C. Bir də Scribus D. 1-ə B2 A-yə, 3-ə də C D. D variantı. 1536 kilobayt vurulsun 2-də 1 üstəgəlsin ifadəsinin qiymətini hesablayın. 1536 kilobayt. İndi düzdür, mən bunu baxan kimi görürəm ki, 1.5 megabaytdır. Bu da 2.5 megabayt. Yəni siz bunu özünüzdə kilobaytdan megabayta, yəni 24-ə çevirib görə bilərsiniz. İndi bu da nədir? 1,5-i 2-də bura vuranda 1,5 bölünsün 2 üstəgəlsin. 2,5-i də 2-də bura vuranda bu da bu şəkildədir. Bu da nə eləyəcək? 4 bölünsün 2. O da bərabərdir nəyə? 2-yə. 2 megabayt. Cavabınız D variantı. 69. 16-lıq say sistemində ən böyük 2 rəqəmli cüt ədədini 2-lik say sistemində ifadə edir. 16-lıq say sisteminin ən böyük 2 rəqəmli cüt ədədi hansı olacaq? Cüt olmaq üçün son rəqəmini Y qoyaq, 14. Əvvəl də ən böyük qoyaq da, bu da olsun F. F-Y. Ən böyük 2 rəqəmli cütdür. Deməli 8, 4, 2, 1 qaydası ilə F almaq üçün bizə hansılar lazımdır? Yəni 15 almaq üçün hamısı lazımdır. 4 dənə 1. Yəni 14 almaq üçün bizə hansılar lazımdır? 8 lazımdır, 4 lazımdır, 2 lazımdır. 1-ə ehtiyac yoxdur, yerinə 0 atır. Vəssalam. Cavabımız hansıdır? D variantı.
Bu qədər. Keçdik. Alqoritm icrası nəticəsində AB qiymətləri müvafiq olaraq 45 və 35 qiymətini alması üçün bu dəyişənlərin ilkin natural qiymətlərinin cəmini müəyyən edin. Demək, burada nə iş görək? A neçə olubdu? A deyir 45 olub, uyğun olaraq, müvafiq olaraq. B-dəki 35 olub. O zaman B-sinə yazaq. 45 bərabərdir. A üstə gəlsin. B neçə olubdu əvvəlcə? 35. Yəni 35 bura gəlib də. Bura yazıram 35. Buradan A mənə nə çıxır? 10 çıxır. Bu A hansı A-dır? Bir dənə əvvəlki təzə A-ya qayıdaq. Bax, bura 10-dur. A-mızın qiyməti. 10'dursa əgər 10 bərabərdir A plus 3 yazılıbsa bura, o zaman A-nın əvvəlki qiyməti neçədir? 7. Bu getdi. Bir dənə B-mizi də tapaq. Deməli, bunu yazıram buradan. 35 bərabərdir 2A-ya. A burada neçə oldu? 10. 2-yə də vuranda 20. Yəni 20 üstə gəlsin B-yə. Buradan da B bərabərdir neçəyə? 15-ə. Deməli, B-miz də burada neçə olubdur? 15. Vəssalam. 15'in də üstünə 7 gələndə 22 C variantı. Keçək. Elə bir ki, beləsinə deyək də, bax. Bu B, bu B. Buradakı B, bu oxla aparım. Burada işlənibdir. A'dakı burada işlənib, düzdür? İndi A burada təzə qiymət alıbsa, təzə qiymət harada işlədəcək? Bax, burada. B burada təzə qiymət alıbsa, bu da burada işlədəcək. Aydındır bu şəkildə. A-nın bu üstə gəldiyi təzə qiyməti həmçində burada da var. Bu ardıcıllıqları nəzərə alaraq işləyirsiniz. HiColor deməli 16 bitlik rəng modelində kodlaşdırılmış, ölçüsü 1024x512 piksel olan qrafik təsvir 25% sıxlaşdırıldıqdan sonra ötürülmə sürəti bit kanalı vasitəsilə neçə saniyə ötürülər? Baxın, buradan həcmi çıxardacağıq. Həcmi böləcəyik bu sürətə, bizə nəyə verəcək? Zamanı, T-ni. Vəsiyo, hamısını birbaşa bir dənə kəsrə yığaq, çıxsın, getsin. Demək, 1024, 2 üstündə 10, vurulsun 512, 2 üstündə 9, vurulsun 16 bit, 2 üstündə 4, vurulsun nəyə? 25% sıxıbsa bunu. Yəni, yerində nə qalıbdır? 4də 3 qalıb da, düzdürmü? 4də 3 qalıb. Yazıram 4'ü də 2 üstü 2, vurulsun 4də 3-də, yəni 4'ə məxrəcə, 3-də sürətə yazdıq. Vəssalam, sonra nə deyir? Bunu nə eləmişik biz? 768 vurulsun 210 bit bölü saniyə sürətini ötürmüşük. O zaman indi bu mənim həcmimdirsə, bunu bölməliyəm nəyə? 768 vurulsun 210-a. 768-də yazıram 3 vurulsun 2 üstündə 8 kimi. Yəni 3 vurulsun 256-dır da o. Sol. İndi bu da olacaq nə? 2 üstündə 10'da yazdım. Yəni 768'in yanındakı 2 üstü 10'dur. Və sonra bitdi getdi. Buradan deməli 2 üstü 10'dan 2 üstü 10 gedir. 3'dən 3 gedir. Deməli burada da 2 8 gedəcək. Bu gedir. Bir dənəsi də buradan gedəndə bizə nə qalacaq? 2 üstündə 3. O da bərabər oldu nəyə? 8-ə. Cavabımız D variantı. Qrafın qonşuluq matrisindəki birlərin sayının sıfırların sayından nə qədər az olduğunu müəyyən edin. Müəyyən edək. Demək, baxırıq bizim burada neçə dənə təpə nöqtəmiz var əvvəlcə. Baxın, bu neçə güşəli oldu? 8 güşəli, düzdürmü? Təpə həm burada var, həm də içəridə var. Deməli, təkcə çöl güşələr 8 isə, 8 dənə də içəri var, düzdür? 16 dənə. Və plus, yəni 8 dənə çöldəkilərdir, 8 dənə bu içəridəkilərdir. Plus bir dənə də təpə burada var, düzdürmü? Oldu neçə dənə? 17 dənə. 17 vurulsun 17 bərabər olacaq neçəyə? 289. 289'da nə? Bizim bu qrafın qonşuluq matrisində 0,1 var. Yəni ümumi 0,1'lərin sayıdır. Siz yəni bunun qonşuluq matrisini çəksəz, orada ümumi 0,1'lərin sayı 289'dur. Amma bilmirik hərəsi nə qədərdir. Əla. İndi baxın, çöldə mənim tilimin sayı nə qədərdir? Çöldəki tilimin sayı. Nə qədər olacaq? Təbii ki,
8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 nə idi? 16 dənə. Buranı da beləsini sıfırlansa olacaq neçə? 16 dənə. İçəridə neçə dənədir? İçəridə 8 dənədir. Çünki içəridəki xəttlər görürsünüz təkcə çöl güşələrdir. İçəridə 8 dənədir, çöldə də 16 dənə. 16 üstə gəlsin 8. Bərabərdir 24 dənə bizdə nə var? Til var. Əla. İndi 24 dənə tili də vururam 2-yə. Eləyir neçə? 48 dənə nə var məndə? 1 var. Vəssalam. 289-dan da çıxanda 48-i bərabər edəcək neçəyə? 241-ə. Düzdürmü? 241 dənə də nə var? Məndə 0 var. Vəssalam. İndi məndən nə istəyir? Birlərin sayı sıfırların sayından nə qədər çoxdur? 241-dən də çıxırıq neçəni? 48-i. Bu da neçə edəcək? 3, 193. Düz dedimmi? Hədə 193. Özüm çaşdırıyorum. Hədə 193. A variant. Keçdik növbəti suala. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq görək bu nə iş görür. Baxın S siyahısı var. Print rs. rs-i çap eləyə bilmirəm. Getməliyəm R funksiyama. Funksiyaya nə gedir? Bu siyahı ümumi şəkildə gedir funksiyaya. Əla. İndi görək oradan nə gələcək bizə. Deyir ki, for L0-dan Linux. Linux nə demək? Ya bunun hamısını sayır, sayını qoyur burada. Yəni bütün elementlərin hamısına indekslə müraciət olunacaq. Elementi 10-a bölür, qalğanı götürür. 10-a bölür, tam hissəni götürür. Yəni bu son rəqəmini götürür. Hamısı 2 rəqəmlidir də. Bu da ilk rəqəmini götürür. Siz yəni məsəl üçün 27-ni 10-a bölüb qalğanı neçə götürəsiz? 7. 10-a bölüb tam hissə neçə götürəsiz? 2. Aydındır. Deməli belə çıxır ki, son rəqəm ilk rəqəmdən böyükdürsə, o zaman M siyahısının 0-cı mövqeyinə həmin i-ni əlavə elə. Yəni həmin hansı ki, son rəqəm ilk rəqəmdən böyük rəqəmli ədəd var ha, onun indeksini əlavə edəcəm. İndi hansıdır? 13-dür, 48-dir, yəni 8 4-dən böyükdür. 7 2-dən böyükdür 27, bir də ki 9 1-dən böyükdür, bunu götürəcəm. Bunların indeksləri neçədir? 0, 1, 2 düşür buna. 3, 4, 5 düşür buna. 6, bu da 7. Düzdür. İndi mənim əlimdə bir dənə boş siyahım var. Bunun hər dəfə 0-cı mövqeyinə sol tərəfdən gəlirəm. Bunları bir-bir atıram. 0 attım bura. Təzədən yenə 0-cı mövqeyə atanda bu 2-ni bura atanda bu 0-ı sağa sıxışdırır. Özü həmişə burada dayanır. Olacaq nə? 2, 0. 5-i gətirib atanda 5 düşəcək bura. 7-ni atanda 7 düşəcək bura. Aydındır. Yəni hər dəfə 0-cı mövqeyə atır təzəsini. Olacaq nə? 75, 2, 0. Yəni də siyahının içərisində. Sonradakı return edir, qaytarır. Bu da Y variantı. Belə işlər. Deməli, ABC müxtəlif sadə rəqəmlərdir. ABC 8-lik şəklində göstərilə bilən, yəqin ki, orada elə bir cümlə var. Ən böyük ədədin 16-lıq say sistemindəki qarşılığını müəyyən edin. Yazaq. Demək, sadədirsə, ən böyük istəyirsə 7-ni ataq qabağa, 5 olsun, bu da 3 olsun. Düzdürmü? 8-likdə. Bunu da 16-lıqda deyir ifadə elə. 4-2-1 qaydası ilə öncə 2-liyə keçməliyim. 7 buradan hansıların cəmindən alınır? Hər üçündən. 1, 1, 1. 5 hansıların cəmindən alınır? 4-ün və 1-i. 1, 0, 1. 2-nin yerinə 0 atıram. 3-dəki 2 ilə 1-in cəmindən alınır. 4-ün yerinə 0, 2 ilə 1-in yerinə 1. Vəssalam, bu ikilikdədir. İndi biz bunu 16-lığa çevirmək üçün 4, 4 ayırırıq və bu şəkildə 16-lığa çevirəcəyik 8, 4, 2, 1 qaydası ilə artıq. 8, 4, 2, 1 qaydası ilə da buradan baxıram. 1-ə nə düşüb? Belə 1. Bu 3 dənə 1 hansı mövqeyə düşübdür? 8, 4, 2-nin altına düşüb, düzdür? O da neçə edəcək? 14, yəni Y hərfi. Bu birlər hara düşübdür? 8-in, 2-nin və 1-in mövqeyinə. O da neçə edir? 11, yəni B.
1Y, B. Cavabınız nə olacaq? C variantı 75. Elektron cədvəl fraqmentində elektron cədvəl fraqmentində həcmi gigabayt ilə verilmişdir. Faylların həcmi. B1 xanasında gigabaytdan kilobayta keçid üçün sabit çevirmə əmsalı 1024 göstərilibdir. D4 xanasına hansı düstur yazılmalıdır ki, düstur D5, D7 diapazona köçürüldükdə, deməli, bura bir düstur yazacağıq və aşağıya doğru köçürdəcəyik. Faylların həcmi düzgün hesablansın. Yəni, gigabaytla həcmlər verilibdir. Bura kilobaytla çevirib yazmalıyıq. Deməli, 1024'ü yazıblar B1'ə. İndi burada bir məsələ var. Mən bura hansısa bir düsturu yazıb aşağıya doğru sürüşdürəndə onsuz da ki, sütun dəyişmir. Yəni, sütunun qarşısına dollar qoymağa ehtiyac yoxdur. Sən onsuz da sütun üzrə hərəkət edirsən. Amma sətr dəyişir. İndi B1'in sətrinin dəyişməsi bizə problemdir. Düşəcək növbəti boş sətrə, xanaya, yəni sonra da formata və s. Ona görə B1'dəki 1 dəyişməməlidir. Gigabaytdan da ki biz keçəndə kilobayta bilirik ki, 1024'ə neçə dəfə vuracağıq? 2 dəfə də. Gigabaytdan megabayta, megabaytdan da kilobayta. O zaman deməli deyirəm ki, C4, yəni ikinci xanaya yazılan C4 vurulsun. B dollar 1. Çünki aşağıya düşəndə dedim, burada problem olmasın. Yerində qalsın. Vurulsun B dollar 1. Və salam bu şəkildə. Yəni siz aşağıya doğru sürüşdürəndə C4'də niyə 4'ün qarşısına dollar yazmalıyıq? Çünki növbəti dəfə aşağıya düşəndə bu dəyişməlidir. Bu 4'ü alsın, 5.5 alsın və s. yəni. Hər biri dəyişsin. Bu nə olacaq? A variantı. Keçək növbətiyə. İnformasiyanın təqdim olunma formalarını müəyyən edin. Sadə nəzəri sualdır. Video, mətin və ədədi. Əlavələr də var, nəsə. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 8-3 deməli A minus B. 8 minus 3. Deyəcək necə 5. 5 kiçikdir 3-dən. Deyəcək yox. Yox deyilsə buna baxmırıq. Elsə baxır. If A-nı B-yə böləndə qalıq 1-ə bərabərdirmi? 8-i 5-ə 3-ə böləndə qalıq neçəyə bərabərdir? 2-yə bərabərdir. Yəni ki, 1-ə bərabər deyil də, düzdürmü? O zaman bu şərt ödənmir. Mən bura baxmıram. Düşürəm bura else. Else düşəndə deyək ki, A-nın üstünə 1 gəl. A bizdə 8 üstünə 1 gəldi. Neçə ilə 9. Sonra gəlirik sərbəstimizi həll eləməyə. B-ni 2-yə böl, tam hissəni götür. B bizdə 3-dür, 2-yə böləndə bir dəfə tam düşür. Üstünə də A-nı gəl. Yəni A-ya biz 9 almışıq. Bərabər olduğu üçün 10A. Print C, yəni 10-u çap elə. 5 şagird Murad, Leyla, Kənan, Səidə, Emil məktəbdə keçirilən şahmat turunda yer tutublar. Səidə bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Səidə qabaqdadır. Emil və Kənan sonuncu yerdə deyirlər. Hələlik dursun. Leyla Səidəni çıxmaq şərti ilə digər şagirdlərdən daha yaxşı, yüksək xal toplayaraq önə keçdi. Səidəni çıxmaq şərti ilə. Onsuz da bilirik ki, Səidə birincidir. Deməli, Leyla Səidədən sonra birincidir. İkincidir, yəni bu adam. Əla. Birinci ilə üçüncü sətri tam dəqiq elədik. Kənanın nəticəsi Emildən daha yaxşıdır. Kənan da Emildən daha yaxşı nəticə yığıb. Və heç biri də sonuncu deyil, amma ikisi də sonuncu deyil. Deməli, sonuncu kimdir? Muraddır. Düzdürmü? Muraddır və Kənan da Emildən yaxşıdırsa, o zaman Kənanı qabağa atırıq, Emili də bir addım arxaya. Və salam. Emil turnirdə neçənci yerdədir? 4-cü yerdə. Cavabımız olacaq nə? A variantı. Yəni bu tip yarış falan məsələləri olanda heç cədvəl çəkməyinizə ehtiyac yoxdur. Beləsini edib tez bir şəkildə tapa bilərsiniz. Biraz sadəcə hərfləri yazanda məsafə qoyun ki, bir-birinin arasına sıxışdıra bilərsiniz. Diskdə yerləşən faylların adları və informasiya həcmləri cədvəldə verilmişdir. Qrafik fayllar silindikdən sonra diskdə əlavə nə qədər boş sahə yaranır. Qrafik fayllar əvvəlcə baxaq görək hansılardır. PNG, ODG, bir də TIFF. Əla. Klasterimiz bizim 8 kilobaytsa, 8 kilobayt.
2 kilobaytlıq bir dənə faylim elə 8 kilobayt yer tutacaq. 15 kilobaytlığım 16 kilobayt tutacaq. Çünki tam olaraq zəbt eləməlidir. 15 kilobayt deməli 8-i bir klasterə düşəcək. Yerdə qalanı da əlavə bir dənə 8-i zəbt eləməlidir. Ümumi 16. Gəldik bu 9-a, bu da ki 16 kilobayt zəbt eləyəcək. 16, 16, 32, bu da 8, 40 kilobayt. Cavabımız D variantı. Yalanları silsək o qədər boş sahə yaranır. Deməli, burada nə istəyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deyək ki, 0-dan n-1-ə qədər. n-1, n nə iş görür? Len A sahib A-nı həmin, yəni sonuncuya qədər. Sonuncuya qədər, 7-yə qədər. Əla, 7-yə qədər. Deyir, ədədin özü cütdürsə, onu götürdü. 10 cütdürmü? 2 bölündə qalx 0-a bərabərdir. Bəli. O zaman ədəddən sonra gələn təkdirsə, 2-yə böləndə 0-dan fərqlidir. Deməli, belə deyək. Yanaşı ədədlər varsa, bu cütdürsə, bu da tək olmalıdır, mütləq şəkildə. Bu cütdürsə, bu tək olmalıdır. O zaman heç nə də 10 indeksini 2-yə vur, üstünə 1 gəl. 2-yə vur, üstünə 1 gəl. Aydındır. 2i üstə gəlsin 1. Bax, bizə bu lazım. Söz getdik. Demək, cütdürmü? Sonraki gələn təkdirmi? Bəli. Götürə bilərik. 3 deməli özü təkdir, baxmıram. 6 cütdür, amma sonra gələn də cütdür, baxmıram. 8 cütdür, sonra gələn təkdir. Bəli, baxacam. 5 təkdir, sonra gələn cütdür, mənlik deyil. 14 cütdür, sonra gələn təkdir. Bəli, bu aralığı da götürür. Deməli, mənə 10 ilə 3 lazımdır. 8 ilə 5 və 14 ilə 7. Cüt tək, cüt tək. Baxın, cüt tək, cüt tək, bu da cüt tək. Aydındır. Cütlüyü burada istəyirdi bizdən, təkliyi də ki burada. Yox, bizdən nə istəyirdim? Deyir, onun indeksini 2-yə vur, üstünə 1 gəl. 2-yə vur, üstünə 1 gəl. ST-də cəmləyir. Əla, vəsə. İndeksi neçədir bunun? 0, 1, 2, 3, 4, 5, üstədə bunlar. 0-ı 2-yə vuranda 0, üstünə 1 gələndə 1, üstə gəlsin. 2-yə vuranda 6, üstünə 1 gələndə 7, üstə gəlsin. 5-i 2-yə vuranda 10, üstünə 1 gələndə 11. Da bərabər neçə? 19. A variantı. Keçdik növbəti suala. Alqoritm fraqmentin nəticəsini müəyyən edin. Demək, baxaq görək nə iş görür. A-dan B çıxır bu adam. Böyükdürsə C-dən əməliyyatlar təkrarlanır. Tamam, A bizdə neçədir? 220. 220-dən onu mən neçə dəfə çıxsam və ondan da təzədən B çıxacam. B nə iş görür? 20-nin üstünə 5-i neçə dəfə gəlsin. Düzdürmü? Şəkildədir. Əla. Bunu yazdıq. Yoxa getməsi üçün nə olmalıdır? Kiçik bərabər olur C-dən. C-ni də yazaq. C bizdə neçədir? 10-dur. 10-un üstünə 15-i neçə dəfə gəlsin. X dəfə də onu da bilmirəm. Deməli 220 çıxılsın 10x, çıxılsın 20 çıxılsın 5x. Kiçik bərabərdir 10 üstə gəlsin 15x. Deməli 200, onu da bu tərəfə keçirdəndə 190. 190 kiçikdir bərabərdir. 5-i bu tərəfə keçirdik. 20, o da 30x. 30x. 190-ı da 30-a böləndə neçə eləyəcək? 6 nöqtə neçəsi də, düzdürmü? 6,3 təqribi. Məsələn, belə bir şeylər. Kiçik bərabərdir x. X ya buna bərabər olmalıdır, ya da ki, bundan böyük olmalıdır. Buna bərabər ola bilmir. O zaman böyüyü götürəcəyik. Yəni 7 bərabərdir x. Tapdıq ki, 7 dəfə işləyibdir. İndi bizdən axırda nə istəyir? B-ni istəyir. 7 dəfə 5-im 35. B-nin əvvəlki qiyməti də 20. 20-nin də üstünə gələndə 55. Cavabınız nə olacaq? A variantı. Növbəti sual. Deməli, nə iş görür? Sətri daxil edilərsə nəticəni müəyyən edin. Bir balaca bunu böyüdək.
Əla. Demək, uzun bir dənə sətrimiz var bizim. Bircə dəqiqə görüm tez görə bilirəmmi? Boşluqlardan kəsdik. Düzdürmü? Boşluqlardan kəsdik, split elədik və W-yə mənimsətdik. Əla. Yəni yığdıq sanki bir dənə siyahının içərisində, düzdür? Getdi. Ondan sonra nə iş görür? Deyir ki, əgər i-də find i. Əgər yox, i nəyə götürür? I məsəl üçün götürdü birinci sözü. Birinci sözün içərisində i-nin indeksi nədirsə, onu gəl c-nin üstünə. Hə, vəssalam. Deməli, i bizdə götürdü məsəl üçün birinci sözümüz bunu. Düzdür? Deyir ki, i.find i simvol. Yəni birinci sözün içərisində i-nin indeksini istəyir bizdən. Birinci sözün içərisində də i-nin indeksi bizə nə qaytaracaq? Soldan gələndə 0, 1, 2, bu da 3. Deməli 3 üstə gəlsin. Ondan sonra ikinci sözümüz də 0-dır. Birinci indeks gələn kimi onu götürürdü. 0 üstə gəlsin. Üçüncü sözümüz də 0-dır. Üstə gəlsin. Dördüncü sözümüz də yoxdur. -1-dir. Bunu bir kənara yazım, axırda çıxaram. Bunda da yoxdur. -1-dir. Bunda da yoxdur. -1-dir. Burada var. 0, 1, 2-dir. Əfsidə. Bu neçə elədi? 5. Düzdürmü? Toplananlarımız. Mənfi də burada var. 5-dən 4 çıxanda 2 D variantı. Oldu cavabımız D variantı. Aydındır, yəni hər bir sözü götürür bu i və hər bir sözün də içərisində i-nin indeksini axtarır. İndi varsa soldan gəlirsiz, find bilirsiniz ki, soldan gəlir, birinci qarşısına çıxan i-nin indeksini sizə verəcək. Yoxdursa da -1 qaytarır. Keçək növbətiyə. 83. Deməli, A2 C2 diapazonuna uyğun diaqram var. C1 xanasının bizdən qiymətini istəyir. Baxaq. Bunlar biraz yaxşı oxunmur. Bu deyəsən hamısı toplamadır. B1 plus A1 plus 2. Hə, toplamadır. B1 plus A1 plus 2. 16-da 2, 18. 18-i də 3-ə vuranda neçə edir? 30, o da 24, 54. Düzdürmü? 54. B1 plus C1 çıxılsın A1, düzdür? Düz görürəmsə, hə. B1-in üstünə C1 gələndə 11 plus X çıxılsın A1, 5, üstə gəlsin 3. Deməli, 11-dən də 2 çıxanda neçə edəcək? 9 plus X. Düzmü dedim? Hə, onu da 2-yə vuranda 18 plus 2X. Və buradan gələn cavabı çıxardıqda da bəs çox getməyik. Deməli, 54 biz bunu buradan ayıranda düşəcək birinci mövqeyə, düzdür? 54-də deməli 45%, 18 plus 2x isə bu ikinci mövqe düşəcək 20%. Bunu 5-ə aparsaq burada 4 qalar, burada qalar 9. 4 dəfə 54-üm neçə edir? 216. 216 bərabərdir. 9 dəfə də 18-im 90. Deməli 9 dəfə 8-im 162, düzdürmü? 162. Üstə gəlsin. 9 dəfə də 2x-imiz 18x. 162-ni o tərəfə keçirsək 216-dan 162 çıxsaq eləyəcək 4 54. 54. 54 bərabərdir 18x-ə, buradan da 3 bərabərdir x-ə. Vəssalam, cavabınız olacaq neçə? 3. Bizdən onsuz da x istəyirdi. Da heç C2 xanasını heç aplamağımıza ehtiyac yoxdur da, onsuz da oradan çıxır nəticə. Belə, keçdik növbətiyə. Yoruldum mən məktəbdə.
Balaca siniflər adamı məhv eləyir. Nə qədər qışqırırlar uşaqlar. Deməli 0, 1, 2. 1 vursun x üstü 2 ilə bu x üstü 2. Bərabərdir. 0, 1. 5 vursun x üstü 2 plus 1. Deməli 5x plus 10 üstə gəlsin 4. X'in kvadratı bərabərdir 5x üstə gəlsin 14. X'in kvadratı çıxılsın 5x çıxılsın 14 bərabərdir 0. B bərabərdir demək. B kvadratı minus 4ac 25 üstə gəlsin. 4'ü 14'e vuran neçə edəcək? 40 16 56 düzdür. Düz dedim sayıdasını oldu da. 25'in də üstünə 56 gələndə edəcək 81. Əla. Bir dənə kökləri bir dənə tapaq. x1 2 bərabərdir nəyə? Mənfi 5 plus 9 bölünsün 2. Bu da neçə edəcək? 14 bölünsün 2 7. Cavabınız olacaq 7. Bizdən nə istəyirdi? Elə x istəyirdi. O da olacaq 7. Keçək növbəti sualımıza. Neçəsi qaldı? Niyə qurtarmıyırsan? Deməli, log sxeminə əsasən çap olunacaq. Qiyməti 28 olması üçün nəticənin yəqin ki 28 olması üçün n dəyişəni daxil edə biləcək ən kiçik natural qiymət. Nəticə neçə olubdu? Deməli 28 olubdu. Nəticə nədə çıxıb? A-da çıxıb. A plus 8. A bizdə neçə olub? Əvvəl 4 olubdu. 4-ün üstünə mən 8-i neçə dəfə gəlmişəm ki, bərabər olub nə? 28-ə. 8x bərabərdir 24, x bərabərdir nə etəcəm? 3 dəfə gəlmişəm demək. Əla. N bizdə neçədir əvvəldə bilmirəm. N üstə gəlsin. 3 dəfə 5-im 15. 3 dəfə 15 gələndən sonra mən yoxa getməliyəm. Yoxa getməyim üçün böyük olmalıdır bura. 50-dən. Şərti yox aparmalıyıq. N böyük deməli 65-dən. N də bərabərdir neçəyə? 66-ya. Bizdən nə istəyirdi? Hayda, davay. 15 o tərəfə keçirdim. Mən niyə 65 yazmışam? Mən nə iş görmüşəm? N böyükdür 35. N də bərabərdir 36. Belə, keçdik. Python ilə yazılmış proqram icrası zamanı x-in ən kiçik qiymətində nəticə x-in ən kiçik hansı? X-in hansı ən kiçik qiymətində nəticə n bərabər 9, n bərabər 3 alır. Nətər n deməli olubdu 9, m də olubdu 3. Əla. Bir dənə baxaq görək. Orada nə iş görübdü ki bu? Görüm deyən görə bilirəmmi? N harda işləyib, M burada işləyib, M də burada işləyib. M sadəcə olaraq sayır. Çünki M başda 0-dır və 3 olubdu. 1 artı 3 olubdu. Gözəl. R nə iş görür? Ona böl rəqəmini götür. Hansı da bir ədəddir. Ona bölür son rəqəmini götürür də, son rəqəmi. Qalıq yəni son rəqəmini götürə gedir və əgər o qalıq təkdirsə rəqəm. N-də cəmlə. Belə deyək də, 3 rəqəmli bir dənə ədəddir bu. M3 olduğuna görə deyil. Tək rəqəmlərinin cəmi mənə 9 verməlidir. Və ən kiçiyini qurmağa çalışmalıyam. Onda birinci mövqeyə 1 atsam. Bura 1 atacam. Burada 7 atacam. 117. Başqa cür alınmır. Yəni, məsəl üçün, bundan balaca siz nə verə bilərsiniz ki, tək rəqəmlərin cəmi sizə 9 versin. Alınmır. Məsəl üçün, 108 verə bilərəm, 9 eləyər, amma bu cütdür. Aydındır və yaxud da neçə verək? Daha heç də bundan da balaca heç nə yoxdur. 117-dir. Keçdik.
Uyğunluğu müəyyən edin. Daxil yaddaş qurğusu 1-ə deməli uyğun gələcək nə cache, bir də ROM D. 2-yə də uyğun gələcək nə? HDD sərt disk, bir də floppy disk. Həcmi də bunun nə qədər idi? 1.44 megabayt. 2-yə də uyğun gəldi C ilə Y. Getdik CPU isə prosesordur, kompüterin beyni 88. 88 nə istəyir bizdən? Yəni Python açaq. Sən bir dənə blok sxem yazım. Siz Allah. Bu aradan çıxsın. Girişə verilmiş 100 natural ədədin ədədi ortasını hesablayıb nəticəsini çap edən alqoritm blok sxemini qurun. Sadə bir dənə sualdır. Demək beləsinə olacaq da bu. Bir dənə S-də biz cəmləməliyik. S bərabərdir 0. I ilə dövrümüzü idarə edək. I bərabərdir 1. Başlanğıcı falan özünüz qoyarsınız. 100 dənə deyir də. I kiçik bərabərdir 100. Əla. Hə olarsa özümüz ədəd daxil eləməliyik. 100 natural ədədin. Hə, girişə verilmiş 100 natural. Özümüz verməliyik ədədi. S bərabərdir S plus X ədədlərin cəmidir. S-də cəmlədik. Dövrümüzü idarə edək. I bərabərdir I plus 1. Sadə də, yəni onun sinfi ağır bir şey gözləmək normal deyil. C bərabərdir. Bir dənə ədəd ortanı bunda yazıram və yaxud da ədəd orta ədəd bərabərdir. Deməli S bölünsün nəyə? I-yə və yaxud da ki 100-ə. 100-ü də yaza bilərsiniz problemi. Buradan sonra da ki gəlirsiniz ədədini çap edirsiniz. Belə keçək görək burada nə istəyirdik? 85, 89. 85 nədir? Başım itibək. 88. Ya, boğazımız qurudu. Demək, Ctrl N açıq. Düzəldik. Klaviaturadan sözləri arasında bir boşluq simvolu olan sətr daxil edilir. Nümunə göstərib deyən. Bu sətirdə simvol sayıdan çox olan hər bir sözün ilk hərfini böyük hərflə əvəz edən digər sözləri və simvollara ardıcıllığını isə olduğu kimi saxlayan proqramı Python dilində yazın. Deməli, daxil edək. N bərabərdir input. Veririk ki, onsuz da input bizdə sətr tipindədir. N bərabərdir, mən bu sözlərin hər birini boşluqdan ayırıb atacam siyahıya. N.split. İngilis dilinə keçməmişik. N.split. For i in. Birbaşa müraciət edimmi? Yox, birbaşa müraciət eləmir. Mən birbaşa da içində də dəyişəcəm bunu. For i range demək. Len m. Yəni sayını qoyduq biz bura. Deyirəm ki, if əgər m-də i-nin sayı len m-də i-ninci məsəl üçün də birinci Pythonda sözü gələcək də. Pythonda sözünü götürürəm və Pythonda sözündəki simvolları sayıram. Say böyükdürsə 3-dən. O zaman həmin o sözün özü bərabər olsun. Bərabər olsun nəyə? M-də i-ninci nöqtə capitalize. Düzmü yazdım? Capitalize. Bəli. Düzdür. Söz böyüyünə bərabər olsun. Yox, yəni ki, siyahının içərisində biz bu sağdakı nəticəni almışıq artıq. Amma siyahının içərisindədir. Bir dəfə də bunu nəyə çevirək? Sətrə çevirək. Deməli, yox, məsafə lazımdır. Çünki nəticədə də cavab məsafəlidir. Sözlər arasında məsafə var. Join edirik nəyə? M.
İşte bu qədər. Demək, Pythonda kod yazmaq maraqlıdır. Pythonda kod yazmaq maraqlıdır. Bəli. Məsəl üçün, kod 3 hərflidir, baş hərf böyük olmalı. Qalan digərləri böyük vəziyyətə gəlibdir. Ümumi bir dənə hara getdim mən? Ümumi bir dənə kodu izah kimi sizə eləsəm, hər bir sətrini. Sətrimizi daxil elədik, boşluqlardan kəsdik, siyahıya yığdıq. Siyahıya indekslə müraciət etdik. Elementin, siyahının içərisindəki elementi, yəni hər bir sözü götürdük və saydıq. Sayı 3-dən böyükdürmü? O zaman həmin elementin özünü bərabər elə, həmin elementin baş hərfi böyük olan formasını. Və siyahının içərisində də dəyişdik hamısını. Ondan sonra siyahının içərisində nə iş görürük? Məsafə qoyaraq hər bir elementi birləşdiririk ki, sətr tipində alınsın. 89. Yəni ağlıma gələn bu idi. Bilmirəm, bəlkə kimsə başqa optimal bir variant yaza bilər. Allah canını sağ eləsin, nə deyək? Klaviaturadan daxil edən çox rəqəm natural edən rəqəmlər arasında ən böyük cüt rəqəmi müəyyən edən proqramı Python dilində yazın. Əgər daxil edilən ədəddə cüt rəqəm yoxdursa, nəticə olaraq -1 çap edilsin. Əla, qəşəng. Demək, n bərabərdir input. Ədədimizi verdik. Belə deyək, cütləri yığacam bir siyahıya və o siyahının içərisindən ən böyüyünü götürəcəm. B bərabərdir boş siyahı. For in birbaşa müraciət edim sətrə. If əgər int i ədədin, yəni özü, rəqəmin özü daha doğrusu cütdürsə, bərabərdir 0 və yaxud da ki, nida bərabərdir 1 də yaza bilərsiniz. Bərabərdir 0 çox yazırlar. Bir dənə də B-sinə yazaq. Neyse. Bəlkə qırğın nəsə elədik də, yeni bir şey. Ona görə eləmirəm. Prosto göz vərdişi olur. Bəzən olur ki, bəzi abituriyentlər başa düşüləndə gec görürlər, gec elə öyrəşir ki, indi bərabərdir 0 görsəm cütdür, vəsiyo. Ona görə də bir fərqli bir formada da yazmaq lazımdır ki, fərqli deyil, yəni kimsə deməsin ki, özümdən kəşfiyyat. Hə. Nəysə də, yəni uzatdıq. Yəni başqa bir şey də görsün. Deməli cütdürsə, nə edək? B siyahısına yığaq. Vəsiyo yığdıqsa, ən axırda deyirəm, əgər B siyahısı boş qalıbdırsa, kasıbdırsa, 0, B siyahısının içərisində heç nə yoxdursa, o zaman bizdə -1 çap olunsun. Print -1. Else print B siyahısının ən böyük elementidir. Yəni cütləri onsuz da mən oraya yığmışam. İçindən ən böyüyünü götürək. Məsəl üçün, ədəd daxil edirəm. Enter vuram, bizə çıxır 8. Burada ən böyük cüt 8-dir. İndi bir dənə də ədəd daxil edirəm. 1, 3, 5, 7, 9, 7, 9, nə bilim, 5, 3, 1. -1 çıxacaq mənə, çünki içərisində cüt yoxdur. Belə dəyərli 10-cu siniflər. Ümid edirəm izah ürəyinizcə olmuşdu. Biraz yorğunam açığı. Ola bilər. Səs tonum yora bilər sizi. Amma bacardığım qədər, yəni xırda şəkildə izah etməyə çalışdım ki, sizin üçün uyğun olsun. 11-ci siniflər bəzən kommentlərdə bəziləri oxumayıb gəlib ilin axırı ayılır ki, R6 qrupuna getməliyəm. Və yaxud istiqaməti düzgün seçməyib gedib aprelə qədər vaxt öldürür, sonra gəlir ki, izah belə oldu, eləsin oldu. Sən test işləməyə gəlsən, imtahan hazırlaşırsansa, artıq öyrənib gəlib burada sadəcə texnika görməlisən, başqa heç. Amma 10-cu sinif, 9-cu sinif üçün nəsə izah olunursa, bəli, indi bacardığım qədər, düz dəstəki qədər ola bilməz. Bilmirəm, bəlkə kimsə bacarır YouTube-da eləsin izahı. Mən şəxsən öz adıma sırf dəstək kimi burada izah verə bilmərəm. Ən azından müqayisə götürəndə dərsdə sual vermək olur, amma burada yox. Hə. Nə deyəsiydim? Bacardığım qədər, yəni xırdaçılığa getməyə çalışdım. Belə izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu da bəyənməyi unutmayın.
unutmayın.